Rusiya səmasında Azala məxsus sərnişin təyyarəsi vurulandan sonra Azərbaycan-Rusiya münasibətləri gərgin fazaya qədəm qoydu. Hər iki ölkədə həbslər baş verdi. O vaxtdan bəri iki ölkə arasında münasibətlər isti deyil. İlham Əliyevin də bir qədər əvvəl dedikləri təyyarə vurulandan sonra olmuşdu. Rusiya il yarımdan sonra Azal təyyarəsinin qəzasına görə Azərbaycana kompensasiya ödəməyə razılıq verib. Qeyd olunur ki, iki ölkə prezidentlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə edilmiş anlaşmaya uyğun olaraq tərəflər 2024-cü il dekabrın 25-də Rusiya hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində Azal təyyarəsinin Akta yaxınlığında qəzaya uğraması ilə bağlı kompensasiyanın ödənilməsinin həlli barədə razılığa gəliblər. Bəs bundan sonra Əliyevlə Putin münasibətləri 2024-cü ildən əvvəlki vəziyyətinə qayıdacaqmı? Politoloq Ərəstin Oruclu şərh edir ki, razılaşmadan belə bəlli olur ki, İlham Əliyev səsləndirdiyi təkliflərin ən azı ikisindən imtina edib. Üstəlik, təzminatın nə qədər və nəyə görə, təyyarəyə görə ya ölən və xəsarət alanlara görə veriləcəyi də hələ aydın deyil. Düşünürəm ki, bu anlaşmaya Azərbaycan ona görə razılaşdı ki, İran-ABŞ-İsrail müharibəsi fonunda bölgədə geosiyasi vəziyyət artıq əvvəlki deyil. Yəni əvvəl İlham Əliyev və onun hökuməti ümid eləyirdi ki, ABŞ-İsrail vasitəsilə bölgədə balans yaratmağa müvəffəq olacaqdır. Sülh prosesinə ABŞ-ın cəlb olunması Rusiyanı arxa plana keçirəcəkdir. Trump yolu adlandırılan Zəngəzur dəhlizinin ABŞ-ın nəzarəti altında açılması bu ölkənin bölgədəki nüfuzunu artıracaq və Azərbaycan bir növ bölgədə güc balansına nail olmuş olacaq bununla. Amma bu baş vermədi. Əksinə, bugünəcən görünən budur ki, ABŞ İranda qarşısına qoyduğu hədəflərin heç birinə hələlik nail ola bilmir və çox güman ki, ola da bilməyəcək. İlham Əliyevin elə hakimiyyət mediasından görünən mövqeyi və yaxud Naxçıvana atılan dronlarla bağlı verdiyi qeyri-korrekt, sərt, təhdid edici bəyanat təbii ki, Rusiyanı da narahat edir. Çünki Rusiya başa düşdü ki, İlham Əliyevin belə mövqeyi bugün İrana qarşı müharibə aparan güclərin, yəni ABŞ-ın və İsrailin Cənubi Qafqaz bölgəsinə geosiyasi və hərbi siyasi müdaxiləsi ilə nəticələnə bilər və belə anlaşılır ki, Rusiya artıq bu oyuna son qoymağa qərar verdi. Yəni, istər nəqliyyat kommunikasiya vasitələrinin ABŞ-ın nəzarətinə keçməsi olsun, istər Azərbaycanın İrana qarşı aparılan müharibədə tərəfə çevrilməsi olsun. Çünki Cənubi Qafqazı Rusiya özünün təsir dairəsi hesab edir və heç bir halda üçüncü tərəfin, xüsusilə də qlobal oyunçuların, məsələn ABŞ-ın bölgəyə müdaxiləsini qəbul edə bilməz. Politolog deyir ki, Putin Əliyevə qırmızı kart göstərdi. Bundan sonra münasibətləri hansı xəttlə inkişaf edəcəyi bunu demək çətindir. Politolog Elxan Şayenoğlu hesab edir ki, kompensasiyanın ödəniləcəyi hələ o demək deyil ki, açıq qalan suallar öz cavabını tapır. Çünki hələ də Azərbaycanlılar Rusiyada incidilir, həbs olunur və s. İran ətrafında gərginlik fonunda əlbəttə görünür Azərbaycan və Rusiya münasibətlərinin normallaşmasına da nisbətən ehtiyac var. Bu daha çox Rusiyanın özünə də lazımdır. Çünki Rusiya Ukraynaya qarşı işğalçı müharibə fonunda elə bir dostu tərəfdaşı da yoxdur. Üstəgəl Azərbaycandan şimal-cənub nəqliyyat dəhlizi gedir ki, bu İran və digər ölkələrə çıxış imkanı əldə edir. Üstəgəl Rusiyanın baş naziri müavini Averçuk da Bakıda nəqliyyat yolları mövzularını müzakirə etdi. Əlbəttə Azərbaycan qonşu dövlətlərlə ortaq layihələrin reallaşmasını da maraqlıdır. Bu mənada münasibətlərin inkişafını gözləmək olar. Amma siyasi müstəvidə müəyyən suallar hələ də qalır.